hazırda İqtisad Universitetinin əsas binasındayıq və burada çox maraqlı bir nüans var. Gördüyünüz kimi bizim tələbələrimiz öz arzularını kağız formasında şam ağacının üzərinə yazıb asıblar. Görüntülərini görəcəksiniz. Hətta çox maraqlı sözləri var. Məsələn, biri yazıb ki, əlaçı olum, Porsche istəyirəm, zəngin olum. Biri yazıb ki, oğluma qız axtarıram, yaş 32. Biri yazıb ki, ümid edirəm, hər kəs arzularına çatar, ən xeyirlisi ilə. Yeni il hamıya uğurlu, düşərli olsun. Və müxtəlif gördüyünüz kimi öz arzuların, ürəklərində olan arzuları yazıblar. Qarşıdan gələn yeni il münasibəti ilə hər birinizi təbrik edirəm. İnşallah ki, bu il hər birimiz üçün düşərli olar və Təhsil TV komandası adından da elə hər birinizi təbrik edirik. Təhsil TV-yə də xüsusilə düşərli olsun. Ümumiyyətlə təhsil ictimaiyyətimiz üçün düşərli bir il olsun. Hələlik bayramımız mübarək.